Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndiri üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçisi və klinik hipnoterapevt Elnay Rəhimov Tambovski. Narsist kişi davamlı və daimi olaraq xanımına qarşı cəzalandırıcı mövqeydədir. Hansı ki, bunun nəticəsində qadın bədbəxt olur və münasibət bərbad olmasına rağmen özünü elə aparır ki, güya hər şey normaldır və yaxud da güya hər şey haçansa normal olacaq və ya yaxşıdır və ya haçansa yaxşı olacaq ümidi ilə yaşayır. Belə ki, xanım öz fikrini ifadə etməkdən qorxur, çünki qorxur ki, dəyərdən salınar. Xanım yox deməkdən qorxur, çünki qorxur ki, ya evdə dava qırğın çıxar, ya tərk edilər, ya fiziki, psixoloji, emosional cəzalandırırlar, ya da susmaqla cəzalandırırlar, hansı ki, bu günlərlə, həftələrlə və illərlə çəkə bilər. Və ən əsası səhv etməkdən qorxur ki, bütün günü hər bir şey onun başına çırpılar. Diqqətinizə görə minnətdaram. Sağ olun.